Aha, harda qalmışdıqsa oradan davam edirik. İndi isə mən sizə göstərəcəm ki, biz kompüterimizin xüsusiyyətlərinə, kompüterimin hansı hissələrdən ibarət olduğuna, hansı əməliyyat sistemindən istifadə etdiyimə, prosesorumun adının nə olduğuna və s. necə baxıram. 3 yolun göstərəcəm sizə bunun. Birincisi, gəlirsiniz axtarış hissəsinə və bura yazırsınız DXDAC. Baxın bu sözü. Bu sözü yazdığınızda bu açılan hissəyə daxil olursunuz. 2 dəfə üstünə klikləyə bilərsiniz və yaxud da bu tərəfdə şəklin yanında aç sözü var. Aç sözünə də basıb bu hissəni açmış olacaqsınız. Baxın burada mən kompüterimin parametrlərinə baxıram. Yaradıldığı, yəni istifadəyə verildiyi vaxt, yəni mənim əməliyyat sisteminə yenilənibsə o vaxtı göstərir və bu günün tarixini göstərir. Yəni mən bu saatda kompüterimi istifadə edirəm. Hal-hazırda istifadə etdiyim vaxtı göstərir. Kompüterimin adını göstərir. Baxın, operating system, yəni əməliyyat sistemi. Əməliyyat sistemi Windows 11-dir və 64 bit dəstəkləyir. 64 bit burada nə işə yarayır? Yəni siz müəyyən bir proqramı yüklədiyinizdə sizə versiyaları çıxır onun. 32 bitliyi də var, 64 bitliyi də var. Siz əməliyyat sistemini neçə bitlik dəstəklədiyiniz bilməlisiniz ki, məsələn, məndə 64 bit dəstəkləyir. Mən gedib müəyyən bir proqramı yüklədikdə onun 64 bitlik versiyasını mütləq yükləməliyəm. Bu da belə. Dil olaraq Azərbaycan dilidir. Sistem manufakturası, yəni adı nədir? Lenovo, yəni markası nədir? Ona baxırsınız. Prosesorun adı bax, Intel Core i5-dir. Bəs buradakı rəqəm nəyi göstərir? Burada rəqəmdən bu ikisi 12, mənim prosesorumun nəslini göstərir ki, 12-ci nəslə malikdir, nəsildir və bu tezliyidir. 1.3 GHz tezliyə malikdir. Memory, yəni RAM-ımın nə qədər olduğunu göstərir. Baxın, 8 GB-dır, 8192 MB, 8 GB deməkdir. Bu da belə. Eləcə də burada next page edib, digər məlumatları da burada görə bilərsiniz ki, display yaddaşım nə qədərdir, paylaşma yaddaşım nə qədərdir və s. Digər məlumatları da görə bilirsiniz. Buradan indi Exit vurub çıxırıq. İkinci yolumuz nədir? İkinci yolumuzda isə gəlirsiniz, girirsiniz kompüterin parametrlərinə. Ola bilər ingiliscə olsun kompüteriniz, orada settingə daxil olursunuz. Settingə daxil olduqdan sonra düşürsünüz aşağıda, baxın, haqqında hissəsi var. Windows 10-dan istifadə edirsinizsə, bu tərəfdə About hissəsi var. Ora daxil olursunuz haqqında hissəsinə. Baxın, buradan da görürəm cihazımın adı nədir, prosesorum hansıdır, RAM-ım nə qədərdir və s. Eləcə də baxın, əməliyyat sistemin hansıdır, nə vaxt quraşdırılıb və s. Buradan da məlumatları görmüş olursunuz. Amma burada baxın, ikisinə də fikir verdinizsə, mən buradan görürəm ki, mənim diskim hansıdır. Yəni SSD-dir yoxsa HDD diskindən istifadə edirəm. Onu görmək üçün isə bunu 3-cü yolda görəcəksiniz. 3-cü yolumuz nədir? Gəlirsiniz tapşırıqlar panelinə. Bax, bu hissə dediyi ki, tapşırıqlar panelidir. Burada dayanıb sıçanın sağ düyməsini bir dəfə klikləyirsiniz və tapşırıq meneceri adlanan hissə var. Tapşırıq menecerinə daxil olduğunuzda, baxın, burada da göstərilir mənim əməliyyat prosesorum nədir, CPU-larım nədir, yaddaşım nə qədərdir, yəni RAM-ım 8 GB-dır və buradan görürəm ki, diskim SSD-dir. Ola bilər ki, sizdə HDD olsun, bu hissədə HDD yazılacaq və ya hər ikisi də ola bilər. Elə kompüterlər var ki, HDD ilə SSD hər ikisi var. Bu da belə, buradan baxmış olursunuz. Eləcə də tapşırıq menecerinin klaviatura düymələri vasitəsilə də aça bilərsiniz. Hansı düymələrdir onlar? Kontrolu, Shift-i və Escape-i. Bu 3 düyməni bir yerdə bastığınızda da həmin hissə açılmış oldu. Baxın, həmin hissə açılmış oldu. Hansı düymələr oldu? Kontrol, Shift və Escape. Bu. Bastığınızda o hissəni açmış olacaqsınız. Bu da belə. Bu da oldu kompüterin parametrlərinə baxmağımızın 3 yolu.